Axşam konsertdən çıxıb görüşəcəkdik. Axşam konsertdən çıxandan sonra görüşəcəkdik, gedə bilmədim. Biz 70 manatdan yığdıq vinetkanın pulunu. Sağ olun, siz necəsiz? 10 manat müəlliməyə hədiyyə alacaq. Onu da elə belə özümüzdə bayramda indi. Nə olar ki? Valla müəllimə ondan da artığına layiqdir. Allah hamd olsun. Sonra 42 manatdan da biz bayrama yığdıq. Bayram eləyəcəyik restoranda, Razində. Belə. Heç ondan da xəbərim yoxdur. Sağ olsunlar. Komitə deyilən bir şey var. O həll eləyir. Pulla deyir. Kartına pul atırıq. O eləyir. İndi hələ atmamışam mən. İndi 70 manat pul atmalıyam. Всё. Bu günə məşğələsinin vaxtı 150 manat. Hə, Qurana and olsun. Allah haqqı. Biz bu şey var ha. Gələn ildən ümid məktəbə qədər edəcəyəm. Mamama liftdə bayaq həkimdən gələndə deyirəm ki, hə, baş üstə. Müəlliməyə deyirəm ki, mamama deyirəm ki, mama gələn ildən ümid məşğələyə gedir. Məktəbə qədər də daha doğrusu nə edəcəm mən? Nə oldu Elnur? Niyə getmirsən? Harasa gedirsən? Yox. 150 manatdan bütün fənləri öyrədir müəlliməsi ona. Çox razıyam. Vəbşi mən uşağımın müəllimələrindən çox razıyam. Həddindən artıq. Özdə bizim məktəb əslində 1500 nəfər uşaq tutur da. Bizim məktəbdə 3000-dən çox uşaq var. Fərdi çəkir. Özdə fərdi çəkir mənim uşağıma. Uşaqlarla istəmdə. Çox sevirəm. Mən də çox sağ olun. Mən də sizi sevirəm. Yox. Xoşlamıram. Çünki danışır. Bir-iki dəfə qrupa qoşdu, gəlir deyir ki, filan kəsin maması bunu aldı ona. Bəhmən kəsin maması bunu aldı mənə. Filan kəsdə ləbubulu termos gördüm, ged al mənə. Mama getdi 17 manat verirdi. Filan kəsdə başqa termos var idi, bunu aldı. Hamısını. Hə, valla. Ən gözəl elə tək. Keç. Normal öyrət ki, ağlında da bir şey qalsın, çıxsın, gəlsin evə. Hər şeyimizdə mor olmalıdır. Mor. Çox sağ olun, mən ilk söyləyən qanı. Təşəkkürlər, bakılar olun, minnətdarım. Birinci sinifə gedir. Birinci. İlk uşağımda da biraz xam idim. Amma indi yox, mən də bicləşmişəm. Məsələn, normalda pul zat yığıb eləyəndə qabaqlar deyirdim ki, hə, atım kartı atım. Heç soruşmurdum, niyə yığılır, nə üçün yığılır, niyə yığırsınız. Sonra mənə evdə dedilər ki, bu pulu sən atırsan, niyə demirsən bu pul nə üçün yığılır. Belə dedim, amma nə üçün yığılacaq? İstəyirlər də, problemləri var. Məktəbdə indi həlbəki hər hansı kitaba, özdə mən kitabı zada sinifdən aldırmıram. Mən dəftəri falan gedirəm. O yaldan belə şeylə götürürəm, bütün. Hər gün evə gələndə dəftər alım, ruçka alım, yox, blokla alıram hamısını. Məktəb başlayanda hər şeyin getdim, o yaldan blokla aldım, gətirdim. Hə, arada bir də görürsən, dəyişilən kitabları zad olur, onu müəlliməsi mənə deyir, onu Sumqayıtdan alıram. Sonra belə. Yox, bir ala bilmərəm, mən ona səbrim çatmaz, bir də mən bekar deyil, amma mən bir mağazaya girdimsə 3-4 saat o mağazada vaxt itirirəm. Ceyin, soyun, canlı, aç, bir paltar giymək, siz nə deməkdir, zül. Geyin soyun, düzəl, özünə bax, onu elə, bunu elə. Ona görə bir dəfəlik hamısı bir şeydir ki, rahat alırsan. Amma çox çətindir uşaq oxutturmaq. İnşallah da onu oxutturur. Sabahla ona çəkdiyimiz əziyyəti o qaytara bilsin də hansısa bir təhsilin sahibi olsun. Kafe sınıf yox, kafe sınıf deyil, o özü elədir. Balyaj dumanlı modeldir. Nə oldu ki? Niyə ağlayır o Elnur? Ay Allah, bu mən indi Moykan yanından keçmədim. Yox, ay bacı, nə Türkiyə, hələ Türkiyədəyəm. Kəsən də bura dincələk. Birinci sinifə nə hazırlıq? Mən qoyuram xanım. Çünki mən boynuma alıram ki, birinci sinifin qabaqçı kimi, bilmirəm sizin neçə yaşınız var. Mən 95-əm. Mənim şəxsən birinci sinifdə topu tut, qarğa gəldi, pendirib yedi. O kimi şeylər var idi də. Amma valla birinci sinifin bu dəqiqə elə bir dərsliklər var ki, elə bir ki, ibtidai sinifdə onu biz öyrənirdik.
Yox, mən bilmirəm. Savadsızlıq deyil ki, bu bilmirəm. Qoymuşam uşağımı məktəbə. İşə gedib gəlirəm. Vaxtım olmur hazırlaşdırmağa. Rahat şəkildə müəlliməyin yanına qoymuşam. Yox, mən eləyə bilmirəm. Çox çətindir. Ay bacı, qurban olum sənə. Uşağa bir dənə kitab aldırmışdı mənə. Allah hamd olsun, açdım kitabı Kosmos var. Nədir o? Sun Qayalı ilə üzbəüz dəftər kitab ləvazimatları. Qıza orada qayıtdım, dedim ki, xanım, bu 1-ci sinifdir. Dedi, hə. Mən açdım, orada bir dənə cümlə mən oxudum məncə. Mən 9 il oxumuşam özüm. Amma da o qədər savadsız deyiləm, orta təhsilliyəm. İstəsəydim amma oxuyardım. Prosta mən onu başa düşə bilməyəndən sonra mən necə eləyim? Döyə-döyə oxutdurum uşağı. Yoxsa bütün günü YouTube'larda qalım. Hə, yox. İndi ümumiyyətlə baş açmaq olmur. Dərsliklər konkret olaraq bərbad gündə. Yox, əlbəttə çox rahatdır da o. Mən çox razıyam. Könül müəllimədir. Savalanda ən savadlı müəllimələrdən biridir də. Hazırlaşdırır, özdə yetərincə də uşağı var ha. Maşallah olsun. Bilmirik bacı. Ay bacı, qurban sənə. Bilməmək ayıb qudurmuşluq deyil ki. Uşaqdır da. Neyniyim? Onu da gəlsin mən üçün burada gedib mağazalarda paltar reklam eləsin. TikTokda canlı açıb görən də bilsin ki, TikToker. Oxusun. Prosta getsin məşğələyə, gəlsin. Getsin məşğələyə, gəlsin. Eliş, o niyə ağlayır ki? Nə istəyir? Dedim axı, nənəsi getdi onu almağa. Oğlum, nənə avtomat deyir ki, mama qurban, alıb gətirir də. Amma mən onu sənə qadağa qoya bilərəm, ha, Ümid, mənim haqqımdır o. Qoyuruq, arxayın oluruq müəlliməyə. Valla mən arxayın oluram, amma mən butulkasını tullamışam zibil qabına, gözü görə-görə. Çay içmir səhər açılandan ki, butulka istəyirəm. Ayırmaq istədim də. Dedim, həyətdə dedim bir də helyum şar alım, içinə də hava doldurum. Butulkanı belə başına edeyim, buraxım göyə getsin, fərqli bir şey edeyim ki, sevinsin, nəsə. O heç xeyri olmadı. Dedi, get, al butulka yeni. Yazım anam gedib aptekə butulka almağa. Ev istedi, hə, əlbəttə. Soyuq olmaz axı indi, hava soyuqdur. Uşaqlı evdir. Eləyəcəm onu. Butulkaya şar bağlayıb, həvəsləndim elan. Ərit başını iylənəcək. Az ərit nədir? Başına oyun açmışıq butulkanın. Xeyri yoxdur, bacı. İstəyir oturub, xeyri yoxdur, bacı. O çox kapris uşaqdır, həddindən artıq. Siz mənim oğlumu bilmirsiniz. 1-ci sinifə gedən içmir, ay xanım. Qızım 1-ci sinifə gedir. Oğlum istəyir. Biber çək. Əl-köyn eləmişsiniz. Əlbəttə da məndən keçib. Ərim eləyib, mən eləməmişəm. Zülüm kavur. Sənə baxa-baxa iş görürəm. Mən dünyanın işini görmüşəm. Saat 6 tamamdan durmuşam. 8-ə 10 dəqiqə qalmış. Məktəbə getmişik. Qızımı qoymuşam məktəbə. Gəlmişəm evə. Ona işləmişə qədər evləri təmizləmişəm. Necə lazımdır dərindən. Sonra mamamı durğuzmuşam. Aparmışam mamamın ürəyini həkiminə. Alo. Hə? Hə, bildim. Mübarəkdir. Hə? Hə? Mənim telefonum yox. Nə adaptırla qoyur? Qoysun tam 100% yıxsın sonra. Pili 90'dır da məndə. Yo, ola bir də sən Zəyvur Orxanla danış. Valla mən ondan heç bir problemim olmayıb. Yo, qətti yox. Qətti özdə birə-bir 28'in özündən almışam iPhone-u. Yaxşı da. Sən şalvar giymişsən, hə, əlbəttə giymişəm. Siz ağsaqqal ağbirçəksiz, sizə məlumat verməliyəm. Ay Allah, sizin evinizə lazımdır. Hara nə gördünüz siz? Siz alışınızla məşğul olun da.
Çox sağ olun, necəsiz? Cahan Sarı. Quranaq hamı mənə baxa-baxa iş görür, inanırsınız? Mən hər gün psixam. Hər gün xalçanın üstü toz soğan almalı, böyürləri də silinməlidir. Bu hər gün. Mən özdə belimdə qrija var 7 milli. Mən belim ağrıyanda həkimə yığıram, deyir yenə ev silmisən. Yəni həkim o qədər mənim psix olduğum. Nə vaxt zəvram deyir, nə eləmisən? Elnuru qaldırmısan ya da ev silmisən. Dedim yox o doktoruca, Elnur son vaxtlar özü belə mənə əziyyət vermək istəmir. Elnuru bir də maşına qoyub eləyəndə, bir də liftimiz xarab olanda qucağımda düşürdürəm də 4-cü mərtəbəyə, 1-ci mərtəbəyə 4-dən. Belə amma yox, mənə əziyyət verəcək o. Ayaq yolu da araba ilə girir, çıxır, rahatdır. Yəni otaqlarda özünün evdə arabası var. Yox, Elnur mənim üçün çox rahatdır. Elnuru elə bil özüm doğmuşam. Özüm dünyaya gətirmişəm o qədər. Elnuru mən özüm bir də görsən ki, həftənin 4 günü çimizdirirəm. Bir günü çimizdirməyəndə basıram amma deyirəm yox. Hər gün çimməlisən, mümkün deyil. O qədər çox istəyirəm mən onu. Bu əri zadı qoyaq bir qırağa, zarafatı qoyağın. Siz valla ər. Mən 11 illik yoldaşımda elə mən ona indiyə qədər ərim deməmişəm. Elnur, ərim nədir? Ayıb day qız. Elnur nəyimdə övladlığa götürmüşəm. Nurlu mamamın ürəyində aparatı var, o şişmiş deyir, müalicə yazdı. Təzədən dərmanlar eləyəcəm. Elnur mənim bir ömür böyüməyən övladım. Elnur mənim evimin ilk övladı. İlk uşağımdır mənim Elnur. Prosta baxma 50 yaşı var. Hə. Mamamın həkimi Azər həkim. Azər Nağıyev bizim həm yerlimizdir, həm də güclü can həkimidir. Həm də oranın baş həkimidir. Yox. Çox sağ olun Ramilə, mən də sizi sevirəm, var olun. Oxşamır 50 yaşa, çünki mən kimi arvadı var onun. Mən kimi nazını çəkən arvadı var, hər gün baxımlarını eləyən arvadı var. Kişi bu gün gözəl göründüysə, kişi bu gün 50 yaş varsa, ona 40 yaş, 45 yaş verirsənsə, deməli onun arxasında əsər kimi, dağ kimi arvadı var. Onun hər gün, gedək onun mənim termomun qabağında məndən çox onun ətiridir. Hər şey, onun halal xoş olsun, mən burada demək istəmirəm. Burada mən qınayanlar mənə gəlib ərimlə bərabər evləndirməyiblər ki, nə də onlar çıxartmayıblar mənim qabağına. Heç mən ümumiyyətlə anamdan halallıq almamışam ərimlə ailə quranda. Mən sakitcə gəlib Elnurundan ailə qurmuşam. Heç kim bilməyib, il yarım heç bir nəslimdə heç kim məni dindirməyib, danışdırmayıblar, özümə atılmış hesab eləmişəm. Ondan sonra varanda ki, Elnurun insanlığı, qabiliyyəti, qanacağı onu da sevməyə başladılar. Yaxşı baxmışam, əlbəttə, elə bundan sonra yaxşı baxardım. Özü biraz çıxdı, getdi, 5-6 ay rayonda qaldı. Düzdür, belə davamlı yox. Belə həftədə gəlirdi də, 3 gün, 2 gün. Mən də gedirdim, yanına gəlirdim, söz yox. Çox sağ olun. Amma məndən uzaqda qalanda gördüm, keçən dəfə getmişdi, plitka yandırmışdı, ayağı yanmışdı. Dedim, arvadsız kişi, kişisiz də arvad heç nədir. Götürüb onu qayd edib başqa cür paylaşmışlar ki, güya Nərmindir ki, Elnur mənsiz heç kimdir. Mən elə deməmişəm, demişəm ki, kişisiz qadın, qadınsız da kişi. Bu həyatda heç kimdir. Başa düşürsən, qadınsız kişi olar, o kişisiz də qadın olmaz. O mümkünsüz bir şeydir. Mən elə bir burada dırnaq ustamı gördüm. Hə, Günayım, buradasan. Biz neçə ildir, bir rahat 19-20 ildir varıq. 11 ildir Elnurla ailəliyəm. 7-8 ildir ondan qabaq Bakıdaydıq. Hə, valla. Bacım ailə qurandan sonra gəldik. Bəli, çıxmayım, qaynaqdır. Yox, əlbəttə işləyirəm, gedirəm indi işimə. Əlbəttə düz demişəm. Demişəm ki, yəni kişi, sən indi mən durub deməyəcəm ki, kişilər qadınsız heç nədir. Mən öz yerimə danışıram da deməliyəm ki, Elnur, sən mənsiz heç kimsən. Mən sənsiz heç kiməm. Yəni bunu yozub qayd edib paylaşmağa nə var ki, indi öz aləminizdə insanların gözündə məni linçləyirsiniz, durub düşük vəziyyətə düşürdürsünüz. Elə deyil. Mən elin gözündəyəm. Mən belə gəzmirəm yolda. Mən elə belə də gəzirəm. İstədiyim yerə girirəm də, çıxıram da, istədiyim həyatı da yaşayıram da. Gedəndə heç kimin nə arvadı, nə də qızını özümlə aparmıram heç yerə. Kimsə də gəlib mənim nəyimizə. Bu arada gülüm Nils, dırnaqlarımın yeganə ustası. Ən çox sevdiyim, sarı qaldırma, xahiş edirəm, moderator, qaytar o gülünü yerinə. Yazmışsan videova yaxşı bax. Ola bilər də indi elə demişəm mən, amma mən o tərzdə demək istəməmişəm axı. Özdə o video 2 il bundan qabaq çəkilib. Biz özdə o söhbət getdiyi yerdə çəkilib, qayd olub. Başa düşürsən? Mən o sözü canlıda demişəm. Canlıdan kənarda deməmişəm ki. Mən demişəm ki, Elnur, sən kişi qadınsız, qadın da kişisiz seçimdir. Mən bunu demişəm, bəli. Mən onu özüm üçün demişəm. Və biz canlı gedə-gedə o sözü demişik. Bəli, həkim ixtisalıdır.
Hə, ver, birim ver içsin. Gel. Al. Ben içebilirdi bunda. Verdim de içemedim. Teze içemedim. Başta olmuşam bir tane başta kaldı. İçebilirdim. Böyle olsa da. Bu da təbii. Bəli. Niyə? Hə, yaxşı. Hə, Dərya ola bilər də. Düz demişəm də. Ay Dərya, qurban olum sənə. Düz demişəm, ay bacı. Düz demişəm də. Mən səhv deməmişəm ki. Qadın kişisiz, kişi də qadınsız. Kişinin yarı qadın, qadının yarı da kişidir də. Mən səhv deməmişəm axı. Ola bilər, hə, indi hardasa belə nitqi cümlə ilə qrup, kitab dili danışmamışam, o başqa məsələ. Amma mən düz demişəm. Bu gün Anunla Atu niyə evlənir? Bir-birinin dayağı olub arxasında dayanmaqdan ötürü. Gecənin bir aləmində sevgi dolu bir gecənin səhərsi günü sən gəlirsən dünyaya. Bəli, düz demişəm mən. Yüz versən öz adından gəl də. Duxun çatırsan öz adından gəl. Öz şəkilini qoy bura, gör sən neyini edirəm mən. Onu da eləyə bilmərsən. Mənim dırnaq ustam harda işləyir? Əsmər Beauty. Sumqayıt şəhəri 3-cü mərtəbə, 304-cü otaq. Əsmər Beauty, Sumqayıt şəhəri Mərkəzi Plaza. Qızlar, gedirsiniz Günayın yanına. Dırnaqlar bu dəqiqə bayrama özəl. Biz ki, bayram qabağı bütün dırnaq ustalarında bir dəqiqə yer yoxdur. Tələm-tələsi izad edirlər. Gedin Günayın yanına. Cirmir də cirmir. Sumqayıt baxın. Şey yok. Gülüm neyiz? Sabitləmişəm yuxarıda. Burası verdim. O balacadır ya qız. Butulka balacadır. Buna yox. Hep daha burada vardı. Buraya salacağım da. Orada aşağı qazimil qabında. Aşağı burada. Bunun içinde. Yan. Gel. Hazır. Deşək iğneyle. Elə danışırsan, şasıba pul verəndə şasıba udurur. Elə birdən şey gəlib baxımda yatıb yeməyi yemişəm. Sən mənim əlimi pula çatdırmışsan. İstəmirəm Rəym. Baxsaya qoymaq istəmirəm. Evdə rahatdır da mənim üçün, yormur mənim. Ağıllı uşaqdır. Olmuyor. Yok. Butulka alıb oğlumu. Yani bildiğiniz ben gənc anayam bacı. Qoca eləyəcək, o dişinin özü. Sonra satılacaq. Allah millət görür burada mənə. Oğlum bir butulkada çay içir. Bağışla bacı, oğlumu evləndirmək fikrim yoxdur. Bağışlayınız, oğlunuzu evləndirmək fikriniz var sizin, bizim yoxdur. Valla, bizim evləndirmək fikrimiz yoxdur, çünki hələ beləcə. Mən bura kosmetika... Hə, nə bileyim, onun kodunu sözləyirsən. Sonra deyərsən də. Verdim 50 mən pulunu. Dedim üzürlü sən bir gün gecikdirmişik.
Hemen göstereyim. Geçen bunu şeyleri koydum buraya. Sarıklasın. Başa düşmürəm, insanlar niyə elə şey eləyir ki? Niyə elə? Mama, orada mənim qaşdaryanım var, onu gətir də qapının ağzında. Qaşdaryanım. Mən başım çıxmır, insanlar, mən nə bilim, ay Allah, mən dəhşətə gəlirəm, Qurana and olsun. Dada su gelirse, içinden zorsuz bir dese, ya rahat olun istiyorsan sen. Sonra nə olub? Salamatçılıq olub axırı. Axırı hərdən də düyümdə. Sülhlə nəticələnib günümə bax da mənim. Onun xaynı dedim, elə şu 120 dedim, açıq bir buradan. Yoxdur, bəyanət getdi. Dedim, nə yaxşı nəticələr səhət çatdırırlar, Valla. Su pişirərsən ama. Hərdən pişirdim. Amma göyərti atmarsan ki, mən çiğnesin. Yaxşı. Belə göyərtini doğra, servis eləyəndə özünüz tökün üstünə, kifə bozbaş kimi. Hə. Nə bürcəyəm, dolça. Ay mama, Allah kimi bezdim evə konfet almaqdan, sürəyə and olsun. Heç nə də bəyənmirsiniz. Gid özün al da. O bu market al. Yoxdur al marketdə zətdə yaxşı konfet. Olmamış olmaz. Mən işləyim. Aha, sən işliyi yoxdur. Qəşəng. Hə? Resep aparacaq edir. Verəsən mən bir də baxdıraram. Özüm buradan baxacağım. Olsa. Qızlar dedim, deyib gətir. Qorxuram burada da olmuyor, ona görə deyil. Nə? Dərman. Sən baxdır da, olmamış olmaz da. Bu aktiv nəydən ötürüdür? Gələn. Olmasa yenə səl gelirim, səl veririm sənə. Yox, bu aktiv nəydən ötürüdür ki? O cürə dərmanı biri yox idi. Ürək dərmanı. Sən dərmanların bahalı daxmı? Bir də sənin dərmanın az-az tələb olunan bir dərmandır. O normal bir şeydir, onu bildim. Amma indi doktorun sənə atdığı dərman məncə asan tapılan dərmandır. Mən bilsən hardan alıram? Resepti həkim yazan kimi. Avrasiya ilə üzbəyiz aptek var. Resepti evə gətirmirəm. Pulum olsa da təbii ki. Biləsən deyə baxdıraram, amma yox orada da. Sumqayıtda da qayalı yanında o cür aptek var idi, bağladılar. Müəllim dərs atır. Billi xəbərim, gedibim amma. Bir marşalıdır, o qədər atır. Fatih də gedir ora deyə. Fatih verib. Neçə gün qalacaqlar ki, yeni ildə evdə, amma uşaqlar bilmirsən. İşim bitdi, çıxdım, sağ olun. Can, ürəyim, uğurlar sənə. Yorulma. Axşam gələrsən, kuxna mebelini siləcəm. Biraz da ona baxıb başqa iş görərsən. Yox. İndi o dərs atılıb, bilir. Könül müəllimənin qabağında Minnurun dərsi var artıq. Axı Minnurun sinif yoldaşları da o müəllimənin yanına gedirlər.
Birinci sinif, bəli. Burada Seymur aptek var. Həm qiymət sərfəlidir, həm də hər şey can. Qızlar, mənim dırnaq ustamdır Gülüm. Sabitlədim sizlər üçün Sumqayıtda Mərkəzi Plazada. Gedin yanına, dırnaqlarınızı düzəltdirin. Çox keyfiyyətli materiallarla işləyir. Hal-hazırda da bütün dırnaq modellərinə endirim eləyib Gülüm. Qaş geli alacaqdım özümə bu günləri. Seymur həkim harada? Seymur aptek, bildim, svetoforda. Şeylə, unikalla üzbəyüz. Hər gün mən onun yanından keçsəm, Gülü. İndi də keçəcəm, amma verərsən istəyirsən reseptivi yoxlatdıraram da mən. Neçə dərmandır? 2 də. Aslı, həkim 2 də dərman yazanda mən sevinirəm. Uçuram göydə. Birini deyir, axşama atarsan, birini də 4 gündür 4də 1 hissəsini. Həkimi və zəy vurum, sabahda dizivə gedək bir dənə. Dizim yalan olur, bu daha buram öldürür. Buram. Of. Olmadı qızlar makyajım. Ay Eliş. Məndən nəsə istədin sən? Məndən nəsə istədin sən? Yox, çaydan başqa da məndən nəsə istədiyim amma olur. Yox. Geri vur, sonra Tanalni vur. Tanalni deyil, ona pis olur. Deyirəm, makaron supu yirsən, deyir, yox. Küçüyə baxırsan, ömür boyu sütla böyüyən uşaqlar olmuşuq da, nə? McDonald's bilirik, nədir? McDonald's. KFC, McDonald's. Elə bir ki, biz ömür boyu biz onlarla böyümüşük. Allah hamd olsun, uşaq idim, atamdan alma istirdim, kartof soyub verirdi mənə. Valla. Elə böyüdük. Gəldi, indi getdik, bir də Türkiyəyə gəldik. Ay Allah, mən Türkiyəyə gedəndə mənim kommentlərimin altını bir də oxuyardınız da. Qurana and olsun deyirəm, mənim kommentlərimdə bir dənə sözlər yazılmışdı. Onları necə düşünüb yazırlar? İş neysə, biz deməyik. Xayınlardır da, ay qız, dəhşət. Mən girib oxumuram axı. Mənə atırlar ki, bax bir də buna. Qaçdım ya Allah, yenə də mən evdən geç çıxdım, mən olub. Sən Allah oxu. Hay can, oxuyum da, yaz oxuyum. Tanayli Elzadandır, hə, Elzadandır. Elza məndən əməkdaşlıq eləyir. Amma qiymətlərini soruşmayın, heç nəyi deyə bilməyəcəm, çünki pulsuz göndərirlər mənə. Hə, uşaqların dili ilə dedim də, əl çək. Yox, xəbərim yoxdur ki. Ay da, mama, mən o bir telefonum haradadır. Ay Allah, gətirməmişəm ona. Ay can, Gülü. Bilmirəm ki, yığma nə olar, canlıdayam, çıxım sən yığacam. Axşam boyu görüm, vaxtım olsa gələcəm. Axşam gələ bilməsəm sabah. Tezdən sənin yanındayam. Amma bugün istəmə məni, xahiş eləyirəm. Hə, qətiyyən. Qaş qaldırma eləmişsiniz? Yox. Bayramdan sonra gedəcəm. Keçən il yeni ili əməliyyatla oturmuşdum, bədən şəkilləndirmədə. Solda belə oturdum, bayram elədim, oturmadım da. Yəni bildiyiniz, bizdə lipopopo daxil olanda oturmaq olmuş. Keçən dəfə deyirəm ki, əməliyyata gedirəm. Elnur belə indi haramı düzəltdirirsən, bayramda yarımcan oturarsan bizlə. Allah haqqı. Popo niyə əridir? Çünki öz piyimdir. Bədənimdə dolğu yoxdur. Mən razıyam. İnanın Allaha. Qaş qaldırma neçəyədir? Mən pulsuz elətdirəcəm. Medeyrada deyəsən çağırıblar.
bilmirəm ki, qiymətlərini. Bahalı əməliyyatdır o. Elza Tanayını eşitməmişdim. Bəli var. Elza Laşeş. Səndə pi olub. 2 litr 300. 59 kilo çəki ilə getmişdim. 2 litr 300 piyimi çəkdi qarnımdan, ayaqlarımın arasından. Hətta indi o qədər peşmanam ki, ayağımın arasından piyi götürdürdüyümə görə. Bəli. Ayaqla gözələm, ürəyimin gözəlliyidir. Allah qıvırıb üzümə. Qurana and olsun. 200 manat da qaş qaldırma. 2200 manat, bilmirəm ki. Yo, indi onsuz da hamı deyir, mən əməliyyat eləyirəm, mən həkiməm, mən həkiməm. Görsən bacı, sizi verənə qurban olaram mən. Ayaqlarımı niyə istəmirəm, çünki artıq da o kompleksim yoxdur. Kimlərəsə görə mən gedib özümü bədbəxt eləyə bilmərəm. Ayaq biraz apasındadır. Gətirmişdim də 7000 manata. Hadi elədiyim makyajların əksəriyyəti Elza Laşeşdir. Yox, atmayın oyun. Valla çox haqlısınız. Hə? Olmaz elə. Valla. Nə olsun ki, kosmetolog var 50 də pasiyentin üzünə şey vurur, dolğu vurur. Valla heç onun üzünə nur da gəlmir. Əksinə gözəlləşmə əvəzinə itir bütün gözəlliyi də. Kosmetolog var ki, bir toxunuşda mən kimi gözələ daha da gözəlliyi qatır. Və bu nə deməkdir? Bu mənim üzümün gözəlliyi. Laşeş yox, az get də nə buradan da nə. Az qurban olum, yaxşı da nə. Elza, tamam. Hara gedirəm? Yarım saatdan sonra bax canlıda mən görəsən. Sumqayıt molda. Dodaq işi oldu. Özüm elədim də biraz. Dodağım əriyib baxır. Dolgularımın vaxtıdır. Bəzi səbəblərə görə bugün gedə bilmədim. Əslində Liza da qoya bilərəm. Krem Faberlikdəndir, hə, o da Faberlikdəndir. Qızlar, neyiniyim? Belə